Salam uşaqlar, bu gün sizə keçən həftə G40-da girdiyim və take profit olduğum işləmi anlatacağam. Bizim burada flowumuz, yəni trend yönümüz birbaşa olaraq yüksəliş şəklində gedir. Görürsünüz, burada liqit alıb, yap yeniləyib, liqit alıb, yap yeniləyib, liqit alıb, yap yeniləyib. Bizim yönümüz birbaşa olaraq longdur. Daha sonra keçirik alçaman dilimindən 15 dəqiqəliyə. Alçaman dilimində mən 15 dəqiqəlik nəzərdə tuturam. Yəni daha az zaman dilimi 3 dəqiqəlik, 1 dəqiqəlik mən baxmıram. Daha sonra burada nə oldu? Asiya açıldı. Asiya açılandan sonra Asiya öz içində hayını aldı. Daha sonra bir dənə də öz içində hayını aldı. Higher to high elədi. Daha sonra bizim keçən gündən qalan 2 dənə fraktalımız var idi. Bir burada, bir burada. Yəni hansını birinci alsa və o istiqamətdə yüksəliş deyim və yaxud düşür. Əgər zəifləsə, onun əksi istiqamətdə işləm atacaqdıq. Məntiqən. İşləm atanda da bizim mütləq işləmimizi dəstəkləyəcək bəzi parametrlər olmalı idi. FG olsun, 15 dəqiqəlik PVG olsun, MSS olsun. Həmçinin yüksəliş yoluna getməli idi alt zaman dilimində. Çünki flowun yaranması üçün birinci alt zaman dilimindən yaranır. Onsuz da bizim hal-hazırdakı flowumuz yüksəliş yönlüdür deyə biz rahatca işləmimizi aça bilərdik. Asiya açıldı, ölçüsündə high orta elədi. Frankfurtun açılışından sonra böyük bir düşüş hərəkəti göstərdi. Bu düşüş hərəkətini sizə belə deyim, 0.4% düşüş olub ki, yəni bir gündə bu qədər düşüşdən sonra təzədən düşüşün davam eləməsi də məntiqsizdir. London açıldı. Londonun açılışından sonra biz gördük ki, düşüş şamları yerini artıq yüksəliş şamlarına buraxır. Burada fikir verirsiniz ki, burada axırıncı qara şamdır. Biz gözlədik ki, bizim işləmimizi təsdiqləyən bəzi parametrlər olsun. Dediyim kimi 15 dəqiqəlik burada FVC yarandı. FVC-dən sonra burada bir fraktal buraxdı. Daha sonra yenə Londonun içində öz fraktalını aldıqdan sonra biz burada işləmə giririk. İşləmimizdə əslində Asiyanın hayına qədər də tuta bilərdik. Amma mən burada keçən gündən qalan fraktala qədər tutmağı daha məntiqli hesab elədim. İşləm hardasa 2.3 arada idi və take profitə də getdi onsuz da. Mən bu çəkdiyim qara xətt, yəni mən bu işləm ssenarim idi. Yəni ssenarim üzrə gəldi 100%. Mən çalışıram heç vaxt stopu buralara və yaxud FVC-nin o ucuna, bitmiş yerinə və yaxud başlanğıc yerinə qoymuram. Əgər bura qədər gəlsəydi, buradan sonra qalxmayacaqdı. Stop loss-umu bura qoydum, take profit-umu bura qoydum, 2.3 arar idi və take profit oldu. Məni bütün sosial platformalardan izləməyi unutmayın. Bazar günü qədər sizə trading barəsində kömək olacağam. Uğurlar hamıya.